Moji, can you make sure to tell them to please be Quiet, very yeah. quiet? Because we can hear everything that they're saying out there. Yəni Özəyə xanım, çox tarixə qayıtmağa ehtiyac yoxdur. Sadəcə siz, ailəniz, həyat yoldaşınız necə oldu və hal-hazırda necədir? Tarix zad artıq var, ehtiyac yox. Onu demirəm, məsələn, birinci dəfə bizə hücum edəndə 88-ci ilin sentyabrın 18-i. Onda mənim qızım 20 günlük, 20 gün uşaq olmuşdu, vardı. Həmin gün bizə hücum elədilər. İnan mən zahı uşaq qucağımda qaçdıq bir üç kəndiyə də Xocalı. Kişilər qabağa qaçdı, bizi yığdılar bir yerə. Ondan sonra biz qaçdıq bir dəfə onda başqa yerə köçdük, Abdalqalaqlıya köçdük. Siz onları da deyə bilərsiniz, amma bunlar qısa, yəni ki, bizə əsas maraqlıdır ki, sizin həyat yoldaşınız necə oldu, indiyə nədir və s. So we ready? One second. Yeah, so just let her know that this is like a conversation. Yeah, we're already done it, so you did all that? Okay. Is she ready? Okay. Yeah, so let's just talk for a second, Majid. Which questions do you want to ask her? I will ask her just talk about how she lost her husband, how it started, what she does remember about. I wouldn't say how you lost your husband. I would just say something along the lines of how it was. Can you please recount your story of what happened? Yeah. Okay. Sizin Xocalı hekayəniz necə idi? Nə yadınızda qalıb? Həmən gecə haqqında, həmən hadisələr haqqında. 1992-ci il idi, fevral ayı. Qəşəng qış günü idi. Xocalı çox gözəl şəhər olub. 3 kənd idi, Xocalı 3 kənddən ibarət idi. Sonra Xocalı şəhər adı vermişdilər. Yoldaşım Əliyev Əbülfət Əlioğlu Xocalı təyyarə limanında polis vəzifəsində çalışırdı. Əlif Hacıyevin, qəhrəman Əlif Hacıyevin başçılıq etdiyi Xocalı təyyarə limanında bunu hamı tanıyır. Qabaq Xocalını bəlkə də çox tanımırdılar, bu hadisədən sonra tanındı. Yoldaşım orada baş serjant vəzifəsində çalışırdı. 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə mən uşaqlar çox hücumlar olmuşdu. O 4 il Xocalıya hücum edirdilər. Uşaqlar qorxduğuna görə mən Xocalıdan 1-2 dəfə çıxmışdım. Sonra yoldaşıma görə o qədər biz Xocalımızı sevirdik ki, biz deyirdik ölsək də Xocalıda qalaq. Ona görə gedirdik ki, uşaq qorxduğuna görə şəhəri tərk edirdik, bir də qayıdırdıq. Mən həmin hadisədən bir 20 gün qabaq ancaq Xocalıya vertolyot işləyirdi. Heç bir yerdən, çünki Xocalı 4 bir tərəfdən ermənilər əhatə olunmuşdu. Ona görə biz inanmırdıq ki, Xocalını erməni ala bilər. Çünki erməni həmişə bizdən indi sual altında yaxşı olmuşdu. Biz onlara həmişə yaxşılıq eləmişdik. Bizim əlimizin zəhmətini yemişdi həmişə ermənilər. Stolumuzun başında oturmuşdu. Biz bilməzdik ki, onlar bizə belə qəddarcasına hücum eləyərlər. Mən 20 gün qabaq balalarım qorxduğuna görə mən özüm uşaqlarımla, o da zülümlə də vertolyot da insanları daşımağa gəlmirdi. Nəsə bir orada ferma var idi, nələrsə gətirirdi, samanzat gətirirdilər. Təsadüf biz həmin vertolyotla balalarımla çıxmışdım. Ağdamın Qastinsa bizdən nətər deyilir, Ağdamın atelində qalırdıq. Sağ olsun Ağdamlar nəsə bizə baxırdılar, bizə yeməklə təmin edirdi. Mən balalarım, onda mənim qızımın 3 yaşı var idi, oğlumun isə 5 yaşı var idi. Gecə saat 11 iradələri olardı, biz oteldə artıq yatmışdıq, uşaqlarımla yatmışdım. Bir möhkəm bir çığırtı gəldi. Bir gəlin çığıra-çığıra dedi ki, ay cəmaat durun və Xocalını aldılar. Xocalı hücum edib. Ermənilər Xocalıya hücum edib. Bütün orada kimlər varsa hamımız qalxdıq ayağa.
Hamı qaçdı Ağdama sarı, Ağdamın Abdal Gülaflı vardı, ora sarı qaçdılar. Həmin gündə o qədər qar yağmışdı ki, bəlkə də nə bilim neçə santı deyərəm sizə, bir yarım metr bəlkə qar var idi. Biz qaçdıq Abdal Gülaflı tərəfə, Qaraqaya deyilən tərəf var idi. Hamımızda bütün bizim cəmaatımızın yarısı Xocalıda qalmışdı, cüzi hissəmiz çıxmışdı. Qaçdıq o tərəfə, heç bir səs soraq yox idi, elə qardan biz meşələrə gedə bilmədik. Xəbər gəldi ki, Xocalıya hücum olub. 1992-ci fevralın 25-nə 26-sına keçən gecə Xocalıya hücum olub. Mənim də yoldaşım orada polisdir, oradan heç cürə çıxa bilməzdi, çünki Xocalını qorumalıydı. Mən 2 uşaqla tək qalmışdım. Mən düzü yoldaşım bir dəfə gəldi, bizlə görüşdü, çünki işlə əlaqədar gəlmişdi. O dedi ki, dedim ki, niyə gəlmirsən də, sən qayıt get. Mən dedim, valla dedim, sən nahaq gəlmirsən də. Dedi, yox, işdalınca gəlmişəm, gedirəm. Axırıncı dəfə görüşümüz ondan, o faciədən bir 15 gün qabaq görüşmüş. Qayıtdı, getdi işinə, vəzifəsinə görə qayıtdı. Mən cəmaatla bir yerdə getdik görək kim gəlir də, Xocalıdan kim gəlir. Tək-tək gördük, tək-tək sahada bir adam ya gələrdi, ya gəlməzdi. Həmin gecə səhərə kimi biz çöllərdə qaldıq, cəmaatımızı gözlədik. Tək-tək adamlar gəlirdi. İlk dəfə xəbər gəldi ki, mənə dedilər ki, bəs sən atanı orada vurdular. Mən atamı gətirdilər Ağdamın meçidinə. Mən ağlaya-ağlaya ora gəldim ki, atamı bastırmağa görə gəldim. Gələndə bir gəlin vardı, Zöhrə adında. O dedi ki, bəs Əbülfəti gətiriblər və yoldaşını gətiriblər. Dedi, sağdır. Uşaqlarımı da heç bilmirəm kim götürübdü. Saxlayırlar da, mənim başım özümdə deyil ki, götürüblər, saxlayırlar. Biri 3 yaşı var, biri 5 yaşı var. Siz bağışlayın, həmin günü mən hər dəqiqə yaşayıram, 25 ildir düz. Sağdı deyəndə o qədər sevindim. İnansız atamın meydini qoydum orada. Mən yürə-yürə qaçdım Əbülfəti görməyə. İnansız mən həmin gün balalarımı qurban verdim. Dedim, kaş sağ gəlsin, heç bir şey yenə uşağımız olar. Getdim, çatdım. Çatdım ki, cavan gəlinəm, 27 yaşım var idi o vaxtı. Heç bilmirəm, hara gedirəm, dəli kimi. Nəysə, cəmaat, dedim, haradadır, o balisa haradadır, nədir, qaçdım ora. Qaçdım, heç kim içəri boşlamırlar, qoymurlar da, qınamıram onlar da. Qoymurlar, bu yoldaşımın yanında bir işləyirdi, Kamal müəllim işləyirdi. Gördüm, o hamısı da polis paltarındadır da, o təsadüf bəri keçmişdi. Gördüm, ağlaya-ağlaya pləkərləri düşür. İnansız bilmədim, o cəmaat nətər yardım, yürüdüm. Dedim, Kamal müəllim, Əbülfət öldü. Ağladım, heç də demədi. Tez özüm qaçdım, heç kimə fikir vermədim. Qaçdım içəri. Qaçdım, getdim, soruşdum, bir palata dedilər ki, buradadır. Getdim, çatdım ki, hələ istedi. O qədər qəşəng idi ki, öz xalam oğlu idi həm də. Çox istəyirdim, mənim xala oğlu kimi çox istəyirdim, həm yoldaş kimi çox istəyirdim. Oturduğumuz yerdə biz erməniyə neynəmişdik, biz heç yaxşılıqdan başqa heç eləməmişdik. Yoldaşım da ağladıq elədik, ayaqdan başa öpdüm. Ta bizi çıxartdılar, qoymadılar ki, çıxın, bizi çıxartdılar çölə. Da cəmaat hamısı üzü, millət baxdım ki, qadınlarımız, hamısının üzü cırıq-cırıq, mənim də üzüm. Hamımız, adam bilmir neynəsin də, ölüm arzulursan həmin vaxtı.
Sonra yoldaşımı da apardılar atamın yanına. Apardılar atamın yanına. Sağ olsun Ağdamın cəmaatı, onları kəfin dəfin elədilər. Apardıq, Ağdamın abidəsi vardı, 41-45 abidə var idi. Ağdamın qutaracağında apardıq, millət də ucu bucağı yox idi. Atamla yoldaşımı apardıq, orada inansız, yoldaşım da çox belə cüssəli adam idi, atam da. İnansız aparanda cəmaat elə bir neçə nəfər götürmüşdü, apara bilmirdilər. Elə cüssəli adamlar idilər. Apardıq da atışmanın da səsini eşidirik. Apardıq o atışma içində. Düzü mən özümü öldürdüm ki, burada bastırmayın. Mənim yoldaşımı burada bastırmayın. Mən istəyirəm ki, biraz kənarda bastırılsın. Mənə heç kim fikir vermədi. Mənim indiki ağlım olsaydı, mən düzü qoymazdım mənim yoldaşım təzdən erməni tapdaq altında qalsın, qəbri də qalsın erməni tapdaq altında. Dedilər, yox, Xocalı alınacaq, biz tez-tez gələk də qəbir üstə. Yoldaşım atam da Ağdamın qəbirstanı ona bastırdılar. Yenə bilmirəm, heç uşaqlarım hardadır, dəli kimi olmuşdum, bax. Sonra ayıldım ki, atamla yoldaşım bastırıldı. Bəs mənim yoldaşım 4 il səngərdə yatdı. Tək o, həmin gecə hadisə olmuyor ki. 4 il inansız, bax, gəlirdi şinellə, sapıqla uzanırdı. Baxmış, görmüş ki, bir gün simində qalarlar, bir gəf dincələrlər. Yox, vallahi. 4 il o uşaqların üzündə yaxşı görmədi. Amma uşaqlarım 3 yaş, 5 yaş, amma o 3 yaşında inansız qızım da xatırlayır ki, mama deyir, atam bizə deyir. Çox gözəl kəndi idi, çox gözəl, inansız 25 ildir Bakıdayım, bu cür şəraitim də var. Özüm fərasətimlə olub, dövlət verməyib bu evimə. Çox fərasətli olmuşam, ağlım olub. Qəpiklə, nə bilim, qəpik calaya. Gördüm oğlum bir otaqlı evdə yaşayırdım, gördüm. Baxmayın, dövlət də o piştildə olanlara birinci ev verilir. Gördüm oğlum 28 yaş var, evlənə bilmir. Nəysə, şükür bu günə. Sözümü ondadır ki, yəni, başımıza çox pis işlər gəldi. Hələ mən Xocalanı bir dəqiqə unutmuram, tək mən yoxa. Bəlkə də Azərbaycanda tək mən elə gəlir ki, Xocalı qədər, indi başqa yerlərdən gəlib Bakıda yaşıram, o qədər belə bir tər gəlir. Deyirəm, ay Allah, o qədər o torpaq bizə əziz idi, yəqin ahırlacıymışıq da, son görüşümüz idi, nədirsə. 27 il orada yaşamışam, 25 ildə burada yaşayıram. Qur'an and olsun, mən burada özümə yer tapa bilmirəm. Düz orada da gözəl şəraitim var idi ki, orada. Xocalı çox gözəl şəhər idi, çox gözəl kənd idi, birinci kənd idi. Xocalıda bütün nə müalicəvi bitkilər desəm var idi, nə gül çiçək desəm var idi. Deyirdilər ki, xaribə bir tək Şuşada bitirdi, xeyr. Üzüm plantasiyalarımız var idi, kolxozumuz, safxozumuz, fabrikimiz, dikiş fabrikimiz. Mən özüm medsestra idim desin, tibb bacısı. Tibb bacısıydım, həm də orada xoşum gəlirdi. Orada mən Stepanakert-də, indiki Xankəndində, onlar özü qoyub o Stepanakert-i. Xankəndində mən fabrikdə işləmişəm, qəşəng. Yoldaşımla çox mehriban olmuşam, o uşaqlarına çox mehriban olub. Yoldaşım o qədər gözəl insan olub. O qədər, mən elə inansız, mən elə bilirəm ki, heç kimin yoldaşı elə ola bilməz. Yeah, she's talking about and covered like all the stuff that we used to ask, and she's saying that this event in Xocalı massacre begins not exactly in the 26th of February 1992. All this process starts from around 1988. It was the first date when this military action started, and just a few days before the Xocalı massacre night, she moved from Xocalı to Ağdam with her children, because in that time the roads, everything was closed, and only with the helicopters you can travel to Xocalı and back to the the destinations. She described her husband that he was so handsome person with his character, with his exactly physically handsomeity, and she's still blaming herself that when her husband come back a few days before the Xocalı massacre happens, she sent him back. She told him that
you should go, you should stay there because her husband was working in an airport police defense of the Khojalı airport. Right. She blaming Stop you for a herself. second. Can we turn the AC on? I'm gonna pass out. Kondisioneri yandıra bilərsiniz Hə, zəhmət olmasa. şeydi. Gör onun şeyi hardadır. Gör oradadır. Do you want some water, cold water? Yeah. Siz I'm ayarlayın like, I'm bilərsiniz. really sweaty and I'm really hot. Majid? Tapdım. Ay, şey üstün burasını da ayarladım. orta. Yok, bilirəm, bu indi nə qoyulur o? Sorry, I guess Ah, it was gözüm the way var, to seçmə. help, but there was a lot of outside No, interference. I know. I'm really Majid, hot. he might need a glass of water. Water? Yeah, sure. Deyil eləmə. Is the AC's on? Okay, cool. Xahiş edirəm, mümkünsə bir dənə su da verərdiniz, onu çox isti oldu. Hə, su yaxşı. I will, just one second.